Luka 18-ci fəsil. Dul qadın və ədalətsiz hakim məsəli. İsa şagirdlərinə daim dua eləmək və heç ruhdan düşməmək lazım olduğu barədə bir məsəl çəkdi. O dedi, bir şəhərdə Allahdan qorxmayan və adamlara hörmət eləməyən bir hakim var idi. Elə həmin şəhərdə bir dul qadın da var idi. Qadın hey onun yanına gələrək deyərdi, rəqibimlə olan işimdə mənim haqqımı qoru. Amma hakim bir müddət bunu eləmək istəmədi. Sonra isə öz-özünə dedi, hərçənd mən nə Allahdan qorxur, nə də adamlara hörmət eləyirəm. Bu qadın mənim zəhləmi tökdüyü üçün onun haqqını qoruyum ki, bir də gəlib baş qulağımı aparmasın. Rəbb sözünə belə davam elədi. Ədalətsiz hakimin nə dediyini dinləyin. Məyər Allah öz seçdiklərini, gecə-gündüz ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi? Sizə bunu deyirəm. Tezliklə onların haqqını qoruyacaq. Bəs bəşər oğlu gələndə yer üzündə iman tapacaqmı? Farisey və vergi yığan məsəli. Özlərinin salih olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi. Biri farisey, digər isə vergi yığan olan 2 nəfər dua eləmək üçün məbədə girdi. Farisey ayaq üstə durub öz-özünə belə dua eləyirdi. Ya Allah, sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergi yığan kimi deyiləm. Həftədə 2 dəfə oruç tuturam, bütün qazandığımın 1/10 verirəm. Vergi yığansa uzaqda durub gözlərini göyə qaldırmağa belə cəsarət eləmirdi. Amma sinəsinə vurub hey deyirdi, ya Allah, mən günahkara rəhm elə. Sizə deyirəm ki, o farisey yox, vergi yığan evinə salih sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək. İsa uşaqlara xeyir dua verir. Adamlar körpələri də İsa'nın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Bunu görən şagirdlər isə onlara qadağan elədilər. Amma İsa uşaqları yanına çağırıb dedi, uşaqları buraxın, qoy mənim yanıma gəlsinlər. Onlara mane olmayın. Çünki Allahın padşahlığı belələrinə məxsusdur. Sizə doğrusunu deyirəm. Kim Allahın padşahlığını bir uşaq kimi qəbul eləməsə, oraya əsla daxil ola bilməz. Var dövlət və Allahın padşahlığı. Rəhbərlərdən biri İsa'dan soruşdu, ey yaxşı müəllim, mən neynəməliyəm ki, əbədi həyatı irs olaraq alım? İsa ona dedi, mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. Onun əmrlərini bilirsən. Zina eləmə, qətl eləmə, oğurluq eləmə, yalandan şahidlik eləmə, ata-anana hörmət elə. Bu adamsa dedi, bunların hamısına gəncliyimdən bəri riayət eləyirəm. İsa bunu eşidib ona dedi, sənin bir şeyin çatışmır. Nəyin varsa satıb yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt mənim ardımca gəl. Amma bu sözləri eşitdikdə həmin adamı dərin kədər bürüdü. Çünki çox varlı idi. İsa onun dərindən kədərləndiyini görəndə dedi, var dövləti olanların Allahın padşahlığına daxil olması nə qədər çətindir. Doğrudan da dəvənin iynə gözündən keçməsi, varlı adamın Allahın padşahlığına daxil olmasından asandır. Bunları eşidənlər dedilər, elə isə kim xilas ola bilər? O isə dedi, insan üçün qeyri-mümkün olan Allah üçün mümkündür. Peter isə dedi, bax biz hər şeyi qoyub sənin ardınca gəlmişik. İsa onlara dedi, sizə doğrusunu deyirəm. Allahın padşahlığı uğrunda ya evini, ya arvadını, ya bacı qardaşlarını, ya ata-anasını və yaxud uşaqlarını atan elə bir kəs yoxdur ki, bu dövrdə bundan neçə qat artıq, gələcək dövrdə isə əbədi həyat almasın. İsa ölüb diriləcəyi barədə 3-cü dəfə xəbər verir. İsa 12 şagirdi kənara çəkib onlara dedi, bax, Yerusəlimə qalxırıq. Bəşər oğlu üçün peyğəmbərlər vasitəsilə yazılanların hamısı tam yerinə yetəcək. Çünki o, başqa millətlərə təslim ediləcək. Onlar onu ələ salıb təhqir eləyəcək. Ona tüpürəcək və qamçılayıb öldürəcəklər. O, 3-cü gün diriləcək. Amma şagirdlər bu sözlərdən heç bir şey başa düşmədilər. Bu sözlər onlar üçün gizli saxlandı və onlar deyilənləri anlamırdılar. Kör adamın gözləri açılır. İsa Yerixoya yaxınlaşanda bir kör adam yol kənarında oturub dilənirdi.
Yanından çoxlu adamın keçdiyini eşitdikdə soruşdu. Nə olub? Ona xəbər verdilər. Nazaretli İsa buradan keçir. Onda o qışqırdı. Ey Davud oğlu İsa, mənə rəhm elə. Qabaqda gedənlər ona qadağan eləyib susturmaq istəsələr də, o, ey Davud oğlu, mənə rəhm elə deyə daha ucadan bağırdı. İsa dayanıb əmr elədi ki, onu yanına gətirsinlər. Adam yaxınlaşarkən İsa ondan soruşdu. Nə istəyirsən sənin üçün eləyim? O dedi, Ya Rəbb, gözlərim açılsın. İsa ona dedi, qoy gözlərin açılsın. İmanın səni xilas elədi. Həmin an bu adamın gözləri açıldı və o, Allahı izzətləndirərək İsa'nın ardınca getdi. Bunu görən bütün xalq Allaha həmdlər elədi.